Dünən Qaradağ Lökbatan 7-3 məğlub elədi Şirvan komandasının 2-ci liqada. Bugün Xankəndi komandası Kür Arazı 14-0 məğlub elədi. Bu indi niyə görə deyirəm? Baxın, çox maraqlı bir yerə gəlib çıxacağıq. Bax, bu liqalarda cəmi 2 klubun büdcəsi var. Biri Qaradağ Lökbatandır, biri Xankəndidir. Yəni digər komandaların elələri var ki, oyundan oyuna yığılır, gedir hansısa oyuna. Hətta elə olur ki, nə bilim, oyuna 9 nəfərlə gedənlər də olur. Yəni belə deyək də, vəziyyət çox azıncaqlıdır. Niyə görə? Ayrılan məbləğlə bağlıdır. Çünki dövlət məsəl üçün Premier Liqaya pul ayırır, AFA, birinci liqaya pul ayırır, hansı ki o pullarla belə komanda saxlamaq bəzən çox çətin olur. Amma ikinci liqaya az bir pul ayrılır, 800 manat səhv eləmirəmsə. Və bunun nəticəsi olaraq dərhal bu özünü biruza verir. Hansı komandanın ki, əlavə olaraq sponsoru var, maddi gücü var, o komandalar digər komandalardan yəni fantastik dərəcədə fərqlənir. Düzdür? Gəlir birinci liqaya. Yenə də hansı klubların pulu daha çoxdur, sponsoru daha çoxdur, digər komandalardan fərqlənir, amma aralarında uçurumlar yoxdur. İndi niyə bunları deyirəm və Premier Liqada həmçinin? Ona görə ki, bax, deyirsən, bayaqdan futbolun inkişafı, uşaq akademiyaları falan filan. Bax, indi mən sənə yenə də bu suala qayıdırıq. Bu günləri onda belə çıxır ki, o ikinci liqadan yola çıxsaq, reallıq bundan ibarətdir ki, əgər bugün Azərbaycan Futbol Federasiyası, dövlət futbolumuza pul ayırmasa, Premier Liqamız ikinci liqanın gününə düşəcək. 100%. Bir də yox, 2. Yəni, bir mənalı şəkildə, hətta mən sənə deyim ki, Premier Liqada oynamağa klub tapa bilməyəcək. Yenə 7-8 komandalı çempionat. 7-8 də olmayacaq.